Salam, hər vaxtınız xeyir olsun. Bu videomuzda funksiyalar bölməsinin 2019-2022 aralığında buraxılış və blok imtahanına düşmüş suallarının izahını verəcəm. Gəlin keçək testimizin izahına bir nömrəli sualdan başlayaq. Bizə funksiyanın qiymətlər çoxluğunu tapın deyir. Amma bizə burada m-in qiymətini verməyibdir. Bizə belə bir nöqtə veribdir. Bu nöqtənin vasitəsilə biz m-i taparıq. X-in yerinə -3, y-in yerinə 5 yazaq. 5 bərabərdir. Kök altında x-in yerinə -3 yazsaq, -3-ün kvadratı üzərinə gəlinsin. M vurulsun x-in yerinə -3 üzərinə gəlinsin 10 yazıram. Hər tərəfi kvadrata yüksəlsək 25 bərabərdir. 3-ün kvadratı 9. Çıxaq 3m üzərinə gəlinsin 10. 9 ilə 10'u toplayanda 19. 25 bərabərdir 19. Çıxaq 3m-ə. 3m sola göndərsəm 3m bərabərdir -6-ya. M də buradan -2 edəcək. M-in yerinə -2 yazsa funksiyamızda oldu y bərabərdir. Kök altında x-in kvadratı çıxaq 2x üzərinə gəlinsin 10. Bu çıxaq 2x-i hardan aldım? M-in yerinə -2 yazdım. Tapdığımız qiyməti. İndi gəldik qiymətlər çoxluğunun tapılmasına. Qiymətlər çoxluğu tapılsın deyilən suallarda şagird n-i tapmalıdır. N-in düsturu var, -d bölək 4a. Bunun müxtəlif yolları var, tapılma üsulları. İndi üsullarından biri də budur. Diskriminantı tapmalısan. Bu tapdığımız qiymət nəyi tapacaq? Bizə ən kiçik qiyməti tapacaq. Yaxşı, bəs hardan bilirsən ən kiçik qiymət tapır? Ən böyük qiymət tapanda nə edəcəm? Ən böyüyü də bu düstur tapır. Ən kiçik ilə ən böyük düsturlarında bu istifadə olunur. Əgər kvadratın önü müsbətdirsə, tapdığın cavab ən kiçik cavabdır. Yox, önü mənfidirsə, tapdığın cavab ən böyük cavabdır. İndi bizim kvadratın önü müsbət olduğu üçün tapdığımız cavab ən balaca cavab olacaq. Diskriminantı tapsaq, b kvadratı, yəni 2'nin kvadratı 4. Çıxaq 4ac, 4 vurulsun. A-nın yerinə 1, C-nin yerinə 10 yazıram. 4 çıxılsın 40, bu da -36 edir. İndi aparıb bu -36'nı yerinə yazsaq, m bərabərdir mənfi vurulsun. -36 bölək 4, bu da edəcək 9. Demək ki, bizim bu ifadəmiz, kök altı ifadə ən kiçik 9 alar. Kök altında 9'dan da nə çıxacaq? Əlbəttə ki, 3 çıxacaq. Ən az 3 alar, ən çox da müsbət sonsuzluq düzgün cavab C variantı. Yenə də deyirəm, tapdığınız cavab ən kiçik cavab eləyir. Ona görə ki, bu kvadratın qabağı müsbətdir. Gəlin baxaq 2 nömrəli suala. Funksiyanın təyin oblası deyilən zaman bizim x-in nə alıb, nə almayacağı qiymətləri tapdığımızı bilməliyik. Təyin oblası demək, x-in ala biləcəyi qiymətlər anlamına gəlir. Kök altı ifadəni sıfırdan böyük eləməliyik. Çünki kökün altı müsbət olmalıdır, cüt dərəcədə mənfi ola bilməz. X də böyük bərabərdir 9'dan. Düzgün cavab 9'dan müsbət sonsuzluğa D variantı. Gəlin baxaq 3 nömrəli suala. Funksiyanın təyin oblasından götürülmüş x-lər üçün bu ifadənin qiymətini soruşur bizdən. Bu ifadənin təyin oblasını gəlin tapaq. 8x çıxılsın x-in kvadratı çıxaq 15 böyük bərabər olmalıdır 0'dan. Mənfi x-in kvadratı toplam 8x çıxılsın 15 böyük bərabərdir 0'dan. Hər tərəfi mənfiyə vursaq, işarə dəyişəcək. Bu bərabərsizliyi gəlin bir yerdə həll edək. Köklər hasilimiz 15, toplayanda 8 edən ədədlərimiz 3 ilə 5'dir. Ədəd oxunda 3'ü də qeyd edirəm, 5'də qeyd edirəm. İşarə təyin etməliyəm. Kvadratın önü müsbət olduğu üçün müsbət, sonra mənfi, sonra müsbət aralıq lazımdır. Bizə 0'dan kiçik aralıqlar lazım olduğuna görə cavabımız 3 ilə 5 arasında olacaq. Demək bizim bu x-imiz 3 ilə 5 arasında bir cavab alır. 3 ilə 5 arasında bir qiymətdən 5 çıxsaq mənfi qalacaq. 3 ilə 5 arasında bir qiymətdən 3 çıxsaq müsbət qalacaq. 3 ilə 5 arasında bir qiymətin yerinə yazsaq bu modul müsbət edər. Biz bilməliyik ki, modulun üzərinə mənfi yazdığımız zaman tərsinə çıxır. 5 çıxaq 2x üzərinə gəlinsin. 2x üzərinə gəlinsin 2.7 çıxaq. Müsbət olan zaman olduğu kimi çıxır. X minus 3. Buradan 5 ilə 2,7'ni toplayanda olacaq. Deməli 7,7
çıxaq 2x, toplam 2x, çıxaq 2x, mənfi mənfiyə toplam 3. Mənfi x, mənfi 2x, mənfi 2x edər. Müsbət 2x-dən gedəcək bunlar. 7,7'nin üzərinə 3 gələndə 10,7 edəcək. Düzgün cavabımız B variantı. 4 nömrəli suala baxaq. Funksiyanın təyin oblastını bizdən soruşur. Kökün altındakı ifadəni sıfırdan böyük eləməliyəm. 2 çıxılsın x sıfırdan böyük bərabər olmalıdır. 2 böyük bərabər olmalıdır x-dən. Yəni x-imiz kiçik bərabər olmalıdır 2-dən. Digər kökün altına baxsaq, bu kökün altı da sıfırdan böyük olmalı olduğuna görə 2x böyük olmalıdır sıfırdan, x də böyük bərabər olmalıdır sıfırdan. X-imiz sıfırdan böyük olmalıdır, ancaq 2-dən də kiçik olmalıdır. Ona görə aralığımız 0 ilə 2 arasında. Düzgün cavab A variantı. Gəlin baxaq 5 nömrəli suala. Bu nöqtə bu funksiyanın qrafik üzərində olarsa bizdən f3'ü soruşur. f3 nə deməkdir? Yəni f3 demək x-in yerinə 3 qoysaq y-in alacağı cavab anlamına gəlir. İlk öncə biz bu nöqtələrin vasitəsilə k-nı tapaq. X-in yerinə mənfi 2 yazaq, y-in yerinə 12. 12 bərabərdir k bölünsün mənfi 2. Buradan k-nın qiyməti çapraz vuran zaman mənfi 24 çıxacaq. Y bərabərdir k bölək x funksiyasında k-nın yerinə mənfi 24 yazarıq. İndi bizdən nə soruşulur? f3. Yəni x-in yerinə 3 yaz, cavabı tap. Y bərabərdir mənfi 24 bölək 3-dən cavabımız mənfi 8 olacaq. Gəlin baxaq 6 nömrəli suala. Funksiyanın təyin oblastını soruşur. Funksiyanın təyin oblastı soruşan suallarda unutmayın ki, kəsrin məxrəci 0 ola bilməz. Çünki biz bunu əvvəldən bilməliyik. Kəsrin məxrəci 0 ola bilməz. Kökaltı ifadədə cüt dərəcədə mənfi olmaz. Bunlara riayət eləsən bəhs eləyir. Kökaltı ifadə var. 0,7 çıxaq 1,4x 0-dan böyük bərabər olmalıdır. Kökün altı 0 ola bilər. Amma mənfi olmamalıdır. Sadəcə bizim kökümüz məxrəzsiz olduğu üçün məxrəz də 0 olmayacağına görə bizim kökdə 0 qiymətini ala bilməyəcək. 1,4x-i sağa göndərsək ya da istəyirsənsə bu yerində qalsın, digərini sağa göndərsək böyükdür mənfi 0,7-dən. Hər tərəfi 10'a vursaq daha rahat görməyinizi istəyirəm. Mənfi 7. İndi hər tərəfi mənfi 14'ə bölək. X-in qarşısında mənfi olan zaman işarə dəyişir. 7'nin 14'ə böləndə mənfi 2'də 1 olur. Yəni x kiçikdir mənfi 0,5'dən. Təyin oblastını soruşur. Cavablar verilmədiyindən özüm yazıram. Mənfi sonsuzluqdan mənfi 0,5'ə kimi. Düzgün cavab bu şəkildə olacaq. Gəlin baxaq 7 nömrəli suala. 7 nömrəli sualda bizdən A nöqtəsinin koordinatlarını istəyir. A nöqtəsi x oxunu kəsən nöqtə olduğu üçün funksiyamızın x oxunu kəsdiyi nöqtə olduğu üçün şagird bilməlidir ki, x oxunu kəsdiyi zaman y-in qiyməti 0 edər. Bu elə bir nöqtədir ki, y burada 0 olur. Sən y-ə 0 verdiyin anda bu nöqtəni tapa bilərsən. Amma unutma ki, x oxunu həm bu nöqtədə kəsir, həm bu nöqtə kəsir. Yəni sən y-ə 0 verdiyin zaman bu nöqtəni də tapmış olasan. Amma biz A-nı necə ayırd eləyəcək? A sağda olduğu üçün müsbət cavab bizim üçün önəmlidir. Gəlin bu ifadəni sıfıra çevirək. X-in kvadratı çıxaq 4 bölək x-in kvadratı üzərinə gəlinsin 2 bərabərdir 0-a. Əgər kəsirin cavabı 0-dırsa, onun surəti 0 olmalıdır. X-in kvadratı minus 4 bərabərdir 0-a. X-in kvadratı bərabərdir 4-ə. Nəyin kvadratı 4-dür? Ya 2-nin ya da mənfi 2-nin. Bax nə dedim? A müsbət ədəd olduğu üçün 2 nöqtəsini götürəcəm. A-nın koordinatları x-imiz 2, y-imiz 0'dır. A-nın koordinatları soruşurdu. Cavabımız 2 ilə 0 nöqtəsi. Gəlin baxaq 8 nömrəli suala. Ən gözəl sual nümunələrindən biridir. İnşallah bu videoda da bunu başa düşəsən, onsuz da buna aid bir neçə dənə misal nümunəsi yazaraq sənə bunu öyrədəcəm. Funksiyaların qrafiklərini qurun və kəsişmə nöqtələrindən əmələ gələn qapalı fiqurun sahəsini soruşur bizdən. İlk öncə gəl mən sənə bu funksiyaların qrafiklərinin necə qurulduğunu göstərim. Başlayaq bu funksiyadan, fx funksiyasından. Fx funksiyasını yazıram. Fx bərabərdir
Gəl elə burada verilib də yazmayıb, elə buna odaqlansan daha yaxşı olar. Yadda saxla, modulun içini sıfıra çevirən qiymətə M deyəcəyik. Birincisini M1 deyəcəm. M1 bərabərdir 3. Təpə nöqtəsi kimi düşün. Modulun çölündə duran qiymətə N deyəcəyik. Buna da N1 5'dir. Koordinat oxumuzu çəkirik. Bu bizim koordinat oxu olsun. Bu X oxu, bu da Y oxu. 3 nöqtəsi ilə 5 nöqtəsini ədəd oxunda qeyd edək. Koordinat oxunda 1, 2, 3. Bura 3 nöqtəsi 1, 2, 3, 4, 5. Burada 5 nöqtəsi olsun. İkisini mən birləşdirdiyim anda bax, bura 3, 5 nöqtəsidir. Daha sonra nə edəcəm? Gördün nə etdim? M-i də tapdım, N-i də tapdım. Koordinat oxunda bunları qeyd edirsən. Baxırsan modulun qarşısına. Modulun qarşısında mənfi varmı? Var. O zaman sənin bu funksiyanın qolları yuxarı deyil. Mənfi olduğu zaman həmən bu nöqtədən tutub aşağı çəkəsən. Yaxşı. Burada incə məqam nədir? Mən bunu aşağı çəkəcəm. Beləmi çəkim? Beləmi çəkim? Beləmi çəkim? Bizə burada nə lazımdır? Mən bunu çəkəndə gedib X oxunu harada kəsir? Y oxunu harada kəsir? Bax, bu hissələr lazımdır. Bu hissələri də tam dəqiq tapmaq istəyirsənmi? O zaman gəl belə edək. X oxunu kəsdiyi yerləri, bax, qarşısının mənfi olduğuna görə aşağı gedəcəyini bildim. Amma tam olaraq beləmi gedir, beləmi gedir? Onu dəqiq bilmək üçün X oxunu kəsdiyi yerləri tapaq. X oxunu kəsən yerdə Y-in qiyməti 0 olar. Həmişə bunu bil. Bu funksiyanı 0-a bərabər edib həll edirəm. Mənfi X minus 3 toplam 5 bərabər edirəm 0-a. Modulu sağa göndərsək 5 bərabərdir X çıxaq 3. Modul tənlik belə həll olunur. Nədən 5 çıxar? Bir dəfə olduğu kimi açıram. X buradan 8 edir. Bir dəfə də mənfi kimi açıram. X minus 5. X minus 3 daha doğrusu. X də buradan edəcək mənfi 2. X'imiz mənfi 2 və 8 aldı. Demək ki, bizim funksiyamız mənfi 2, mənfi 2 bura olsun. Bir də 8 nöqtələrindən keçər. Mənfi 2 bu nöqtə olsun. 8 də bu nöqtə olsun. Mənfi 2 ilə 8 nöqtələrindən keçəcək. Bax, bu mənim funksiyamın qrafiki. İkincisinin də grafikinə baxsaq, modulun içərisini sıfıra çevirən qiymətə M deyirlər. M2 deyək buna da. M2'nin qiyməti 3'dür. Çöldə duran ədədə də N deyirlər. N2'mizin qiyməti də mənfi 5'dir. 3'ü ədəd oxunda qeyd edirik, zaten qeyd olunub. Mənfi 5'də qeyd eləsək, 1, 2, 3, 4, 5. Bu da bizim mənfi 5. Bunları birləşdirsək, bu 3 nöqtəsi idi, unutmayaq. İndi modulun qarşısı müsbət olduğu üçün qolları yuxarı çəkəsən. İndi beləmi çəkim, beləmi çəkim? Tam dəqiq bilmək üçün yenə də X oxunu kəsdiyi yerləri tapmaq lazımdır. X oxunu kəsdiyi yerlərdə də Y 0 olar. Funksiyamızı 0-a bərabər edib həll edək. Modul X çıxaq 3 çıxaq 5 bərabərdir 0-a. Modulda X minus 3 bərabərdir 5-ə. Eyni şeyi aldıq. X buradan ya 8'dir. X buradan ya mənfi 2'dir. Bu da mənfi 2 ilə 8 nöqtəsindən keçəcək. Amma bu səfər qollarımız yuxarı doğru. Bax, bu formada olacaq. Tam dəqiq çəkək. Bax, bu formada. İndi bizə deyir ki, funksiyalarını qurun və kəsişmə nöqtələrindən, kəsişmə nöqtələri hardadır funksiyalımızın? Bu, əmələ gələn fiqurun sahəsini soruşur. Bizə burada əmələ gələn qapalı fiqur yarandı. Bax, bu fiqurun bizdən sahəsini soruşurlar. Bu fiqurun sahəsini necə tapacağım? Çox asan. Buna ayrı-ayrı üçbucaqlar gözü ilə baxsaq, burada bir dənə üçbucağımız var. Bu üçbucağın sahəsini tapsaq, aşağıdakı üçbucağın sahəsi də ondan eyni donsuzda, eyni qiymətlərdir. Üçbucağın sahəsini necə tapırıq? Üçbucağın sahəsini tapmaq üçün tərəf, həmən tərəfə çəkilən hündürlüyün hasilinin yarısı lazımdır. Deməli, bu uzunluq nəyə bərabərdir? 8 metr buradadır. Mənfi 2 buradadır. Toplam 8 ilə 2 metr nə qədər edəcək? 10 metr.
Oturacağımız 10'dur. S bərabərdir A vuraq H bölü 2 düsturuna görə oturacağımız 10'dur. Hündürlüyümüz nə qədər hündürdədir? 5. Hündürlüyümüz 5'dir. Hasilinin yarısı bu da edəcək 25. Demək mənim bu üçbucağımın sahəsi 25'dir. Aşağıdakı üçbucağımın sahəsi də 25 olduğundan S ümumi 50 edəcək. Videonu dayandırıb yenidən özün yazmağa çalış, anlayasan inşallah. Gəlin baxaq 9 nömrəli suala. Verilmiş funksiyanın qrafikinə əsasən emin ola biləcəyi qiymətlərin cəmini tapın. Bizə verilmiş funksiya y bərabərdir kx plus b funksiyasıdır. Bir xəttli funksiyadır. Xəttli funksiyaya nəzər saldıqda görürük ki, y oxunu yuxarıda kəsdiyindən b-mizin qiyməti müsbətdir. Birinci, üçüncü rüblərdən keçdiyi üçün artan funksiya olduğu üçün k-mızın da qiymətin müsbət olduğunu görürük. K dediyimiz x-in önü, b dediyimiz sərbəst sədd. Hər ikisi müsbət olmalıdır. Ona görə yazıram ki, x-in qabağındakı bu k müsbət olmalıdır. Gəl kənardan yazaq, həll edək. 4m çıxaq m kvadratı üzərinə gələk 12 müsbət olmalıdır. Sərbəst həddimiz də müsbət olmalıdır. 10m çıxılsın m kvadratı çıxaq 16 müsbət olmalıdır. Buradan hər tərəfi mənfiyə vursaq m kvadratı çıxaq 4m çıxaq 12 kiçikdir 0-dan. Köklər hasilimiz mənfi 12 toplayanda 4 eləyən ədədlərimiz hansılardır? M bərabərdir 6-ya, m bərabər mənfi 2-yə. Ədəd oxunu çəkib bərabərsizliyimizi həll edək. Mənfi 2-ni də 6-nı da qeyd edirik. M kvadratının önü müsbət olduğundan müsbət, mənfi, müsbət. Bizə 0-dan kiçik, yəni mənfi aralıqlar lazım olduğu üçün cavabımız 2-6 aralığı olur. Digər bərabərsizliyi həll etsək, hər tərəfi mənfiyə vursaq m kvadratı çıxaq 10m üzərinə gəlinsin 16 kiçikdir 0-dan. Köklər hasilimiz 16 toplayanda 10 edən ədədlər 2 ilə 8-dir. Ədəd oxunu çəkib qeyd eləyək. 2-ni də 8 edər. İşarə təyin eləmək lazımdır. M kvadratın qabağı müsbət olduğundan müsbət, mənfi, müsbət bizə 0-dan kiçik aralıq lazım olduğu üçün 2 ilə 8 arası götürürük. İndi M-ə elə qiymətlər verməliyik ki, hər ikisini pozmasın da bu şərtimizi ödəsin, bu şərtimizi ödəsin. Bu deyir 2 ilə 6 arasında qiymət alaram. Bunun dediyi budur. 2 ilə 6 arasında qiymət alaram. Gəl bunu rəngləyək. Bu birisi deyir ki, 2 ilə 8 arasında qiymət alaram. Bu birisi də deyir 2 ilə 8 arasında qiymət alaram. İndi kəsişmə hara düşdü? Hər ikisinin dediyi ortaq yer əlbəttə ki 2 ilə 6-nın arasındadır. Cavabımız 2-6 aralıq olacaq. Bizdən deyir ki, emin ola biləcəyi qiymətlərin cəmini tap. 2 ilə 6 arasında kim var? 3 üstə gələk. 4 üstə gələk 5. Bu da edəcək 12 düzgün cavab. Gəlin baxaq 10 nömrəli suala. Bizə deyir ki, parabolanın təpə nöqtəsi harada yerləşər? Parabolanın təpə nöqtəsi M və N-dir. M-in tapılma düsturuna görə hesablasaq, mənfi B bölək 2A. B-mizin qiyməti mənfi 8. Mənfi vurulsun mənfi 8. Bölək 2 vurulsun A-mızın qiyməti mənfi 2. Buradan mənfilər gedəcək. Mənfi 8 bölək 2 dəfə 24. Cavab mənfi 2 olacaq. Deməli, M-imizin qiyməti mənfi 2-dir. İndi N-in də qiymətini tapaq. N-in qiymətini mənfi diskriminant bölək 4A ilə də tapa bilərəm. Amma gəlin bunu da bununla tapmayaq. N-i tapmaq üçün M-in tapdığınız bu qiyməti yerinə yazsaz N-i verəcək bizə. M bərabərdir mənfi 2 vurulsun. X-in yerinə mənfi 2 yazsaq kvadratı 4. Çıxaq 8 vuraq mənfi 2. Üstə gələk 3. Bu da oldu mənfi 8. Üstə gələk 16. Bunlar 16 edəcək. Üstə gələk 3. 16 ilə 3-ün cəmi 19. 8 də çıxsaq 11. M-imizin qiyməti mənfi 2 çıxdı. N-imizin qiyməti 11 çıxdı. M X-in yerində olur. N də Y-in yerində olur. Gəl görək bu hansı rübə düşdü? Koordinat oxunu çəksək. M-in yerinə mənfi 2, X-in yerinə yəni mənfi 2.
N'in yerinə də 11, yəni Y-in yerinə də 11 yazsaq, bu mənfi 2'nin olduğu yer, bu da 11'in olduğu yer. Bura neçənci rübdür? İkinci rübdə olacaq. Düzgün cavab A variantı. Gəlin baxaq 11 nömrəli suala. Şagirdlər CB və CA düz xətləri boyunca yönələn mail müstəvilər üzərində təcrübə aparırlar. CB və CA düz xətləri tənliklər uyğun olaraq CB-nin tənliyi veriliblər. Bax, CB və CA tənliklər uyğun olaraq deyir. CB-nin tənliyi, bu tənlik Y bərabərdir. Yazıram, bax qıraqdan CB tənliyi Y bərabərdir mənfi 3x üstə gələk M-dir. Digəri isə CA-nın tənliyi Y bərabərdir 2x üzərinə gəlinsin N-dir. Deyir ki, və olarsa C nöqtəsi AB xəttindən nə qədər məsafədədir? 1,8 metr məsafədədir. C nöqtəsi AB xəttindən, AB xətti budur. Bu da C nöqtəsidir. AB xəttindən 1,8 metr məsafədədir. Demək ki, bu C nöqtəsinin hündürlüyü 1,8'dir. Y-i kəsdiyi üçün x-in qiyməti olmadığından Y-in qiyməti 1,8'dir ki, yerdən hündürlüyü 1,8 metr alınıbdır. Bizdən nəyi soruşur? AB məsafəsini soruşur. Hər iki funksiya Y bərabərdir Kx plus B funksiyası olduğundan şagird bilməlidir ki, Kx plus B funksiyasında Y oxunu kəsən yerə biz B deyirik. Yaxşı, Y oxunu kəsən yerə biz B deyirik. İndi Y kəsən nöqtənin 1,8 nöqtəsi olduğuna görə, bu da bizim Kx üstə gələk B funksiyamız olduğuna görə, bizim B'mizin qiyməti nədir burada? Y kəsən yer B olduğundan B'nin qiyməti 1,8'dir. O zaman mən burada M'in yerinə 1,8, N'in yerinə də 1,8 yazacağım. Çünki hər iki funksiyada xətti funksiya olduğu üçün hər ikisi üçün eyni şeydir. İndi mən burada nəyi tapmalıyam? AB məsafəsini soruşur. Şagird bilməlidir ki, x oxunu kəsdiyi yerdə Y-in qiyməti 0'dır. Bu da Y-in qiyməti 0'dır. Hər iki funksiyada da Y-in yerinə 0 versək, 0 bərabərdir. Mənfi 3x üzərinə gəlinsin 1,8. 3x bərabərdir 1,8'ə, x də bərabər 0,6'ya. Demək bu nöqtə 0,6 nöqtəsidir. Digərini həll edək. 0 bərabərdir 2x üzərinə gəlinsin 1,8'ə. 2x bərabər mənfi 1,8. X də bərabər mənfi 0,9'a. Demək bu x-imizin də qiyməti mənfi 0,9'dur. İkisinin arasındakı məsafə lazım olduğundan sağdakı qiymət ilə soldakı qiymət bir-birindən çıxmalıyam. 0,6 AB məsafəsi bərabərdir. 0,6'dan çıxıram. Mənfi 0,9'u. Bu da edir 1,5. Düzgün cavab 1,5 olacaq. 12 nömrəli suala. Ordinat oxunu 0,4 nöqtəsində kəsən Y bərabərdir Kx üzərinə gəlinsin B funksiyasının qrafiki A1 mənfi 3, B mənfi 3, 5 nöqtələrindən keçən düz xəttin qrafikinə paraleldir. İndi iki funksiya bir-birinə paralel olduğunu şərtdə deyildi. Heç bir anlayışın olmasa belə bu sualdan bu paralel sözünə görə nəsə bir beynində qığılcım yaranmalıdır. Yadda saxla, iki dənə funksiya bir-birinə paraleldirsə bu Y verilib. Buna bir Y1 deyək, başqa bir Y2'miz də olsun. Əgər bunlar bir-birinə paraleldirsə, sən bilməlisən ki, bunların K'ları da bir-birinə bərabərdir. Yaxşı, bu funksiyamız Y1 desək buna Kx plus B funksiyasıdır. Bunun deməli, x-in yerinə 0 yazsaq özü verdiyi nöqtəyə görə Y-in cavabı 4 çıxmalıdır. X-in yerinə 0 yazsaq 4 çıxmalıdır. 4 bərabərdir 0 üstə gələk B-yə. B də buradan 4 edər. O zaman B-ni buradan silirəm. Yerinə 4 yazıram. B-nin qiymətini nə tapdıq? 4 tapdıq. Bir dənə çatışmır bizim burada K-nı tapmaq. K-nı necə tapacam? Deyir ki, deməli, başqa bir funksiyanın qrafiki də 1,3, 3,5 nöqtəsindən keçən həmən bu düz xəttin qrafikinə paraleldir. Gəlin biz bu nöqtələrdən keçən düz xəttin tənliyini yazaq. Düz xəttin tənliyini yazmaq üçün şagird Y2 bərabərdir Kx plus B yazacaq da
Bunun da K'sını tapmalıdır. K'nın tapmaq üçün belə bir düstur var. Y2 çıxaq Y1 bölək X2 çıxaq X1. Yadda saxla, 2 dənə nöqtə sənə verilərsə, sənə onun koordinatlarını da verərsə, sən K'nı tapmaq istəsən belə bir düstur var, tapa bilərsən. Bunun Y2-sindən, yəni 5-dən çıxırsan bunun Y2-sini, yəni -3-ü bölək. Aşağıda X2-dən X1-i çıxaq, -3-dən çıxaq 1-i. Bu deyilədi yuxarıda 8, aşağıda -4. Cavab eləyəcək -2. K'mızı nə tapdıq? -2. Ehtiyac yoxdur digərinin tənliyini yazaq. Çünki bizə K'lar bərabər olduğunu bilirəm. İndi bu K -2 elədirsə, bu tənliyin K'sı -2 elədirsə, K'ların eyni olduğuna görə mənim bu tənliyimin də K'sı -2-dir. Yaxşı, K'nın qiymətini -2 tapdıq. B'nin qiyməti əlimizdə var idi. K ilə B'nin hasili soruşulur. Cavab C variantı. 13 nömrəli suala baxaq. B parametrin hansı qiymətlərində funksiya yalnız mənfi qiymətlər alar deyir. Funksiya yalnız mənfi qiymətlər alar deyirsə, yalnız müsbət qiymətlər alar da desə, hər zaman diskriminantı sıfırdan kiçik eləməlisən. Ya yadına salım, əgər A sıfırdan kiçik, diskriminant da sıfırdan kiçik olarsa, ax kvadratı toplam bx toplam c funksiyası həmişə sıfırdan kiçikdir. Yox, A müsbətdir. Diskriminant yenə də sıfırdan kiçikdirsə, ax kvadratı üzərinə gələnsin, bx üzərinə gələnsin, c funksiyası hər zaman cavab müsbət eləməlidir. İndi bizə hər zaman mənfi olması üçün A mənfi olmalıdır. X-imizin qarşısı mənfi olduğu üçün bu şərt ödəyir. Qaldı bir dənə diskriminantı sıfırdan kiçik eləmək. Gəlin yazaq diskriminant. B kvadratı çıxaq 4ac kiçik olmalıdır sıfırdan. B'mizin qiyməti B çıxaq 4'dür. B çıxaq 4'ün kvadratı. Çıxaq 4ac 4. A'mızın qiyməti -1. C'mizin qiyməti də -9. Bu kiçik olmalıdır sıfırdan. Oldu B minus 4'ün kvadratı. Mənfiyə müsbət edər. Çıxaq 36 kiçikdir sıfırdan. Bunu müxtəsər kimi vurğulara ayırsaq, 36 6'nın kvadratı olduğundan B çıxaq 4 çıx 6. Bir dəfə də B çıxılsın 4 üstə gələk 6 kimi yazdıq. B çıxılsın 10. B üstə gələk 2 kiçikdir sıfırdan. Bərabərsizlik necə həll olunur? Hər bir ifadəni sıfıra çevirən qiymətlər tapılır. B'miz sağ tərəfdən -2, sol tərəfdən 10 çıxacaq. Ədəd oxunda bu köklər qeyd olunur. -2 də 10 da. İşarə təyin olunmalıdır. B'lərin önləri müsbət olduğuna görə ən sağa müsbət, sonra mənfi, sonra müsbət yazılır. Nəticə olaraq bizim bərabərsizliyimizə geri baxırıq. Bizə sıfırdan kiçik, yəni mənfi qoyduğumuz yer lazım olduğu üçün cavabımız -2 ilə 10 arası, yəni B variantı olacaq. Ümid edirəm qaranlıq qalan nəsə olmadı. Gəlin baxaq 14 nömrəli suala. 14 nömrəli sualda bizə deməli fx və gx funksiyasının tənliklərini verildiyini göstərir. A, B, C-nin də bizə qiymətlərini burada diaqramda veribdir. Fx funksiyası üçün bu fx-ə baxır, digəri də gx-ə baxır. Fx funksiyasına görə A-nın qiyməti nəyə bərabərdir? A-nın qiyməti 2'dir. Sonra qırmızı olan B-dir. B-nin qiyməti 4'dür. C-nin qiyməti də 6 ilə 8'in arasında olduğu üçün C-nin qiyməti də 7'dir. Bu fx-ə görədir. Fx bərabərdir. Qiymətləri yerinə yazsaq, A-nın yerinə 2 yazsaq, 2x-in kvadratı, üstə gələk 4x, B-nin yerinə 4 yazsaq, üzərinə gələk C-nin yerinə də 7 yazıram. İndi də gx-i yazaq. Gx-ə görə A-nın qiymətləri nədir? A-nın qiyməti 2'dir. B-nin qiyməti qırmızı rəng olan 8'dir. C-nin qiyməti yaşıl olan 7'dir. Daha doğrusu 10 ilə 8'in arasında 9 var. Bu səfər gx bərabərdir. Mənfi ax kvadratı veribdir. A-nın qiyməti 2 olduğu üçün yerinə yazsaq -2x-in kvadratı. Üstə gələk 8x çıxılsın 9. Bu da gx-dir. Funksiyanın təpə nöqtələrinin, qrafiklərin yerləşdiyi rübləri bizdən soruşur. Əgər funksiyamız fx funksiyasından söhbət gedirsə, fx bərabərdir.
Bunu biraz kiçik yazaq. 2x'in kvadratı toplam 4x üstəgələk 7. Aşağıda da jx'i yazaq. Mənfi 2x'in kvadratı üstəgələk 8x çıxılsın 9. Təpə nöqtəsinin koordinatları m-dir. M bərabərdir mənfi b bölək 2a-ya görə birinci funksiyamda, bu funksiyamda b'miz 4'dür. Yerine yazsaq mənfi 4 bölək 2a'mız 2'dir. Buradan 2 dəfə 2 4 bunlar gedəcək mənfi 1. Təpə nöqtəmiz mənfi 1'ə. İndi n'ni tapmaq qaldı. N'ni tapmaq üçün mənfi 1'i aparıb yerinə yazacağım funksiyamda burada. Deməli, n'ni tapmaq üçün olacaq, ya buradan yazım n'ni də. 2 vurulsun, x'in yerinə mənfi 1 yazıram. Mənfi 1'in kvadratı üstəgələk 4 vuraq mənfi 1 üstəgələk 7. 2 üzərinə gəlinsin. 4 dəfə mənfi 1'im 4 çıxaq 4 oldu. Üstəgələk 7. Bu da edəcək 5. N'min qiyməti də 5 elədi. Bunun təpə nöqtəsinin koordinatlarını tapdım. Gəl ikincisinin təpə nöqtəsinin koordinatlarını tapaq. M2'ni tapası olsaq mənfi b bölək 2a'ya görə mənfi b'nin qiyməti 8 bölək 2 vurulsun a'nın qiyməti də mənfi 2. Mənfilər gedəcək 8'i 4'ə böləndə 2 edəcək. M'imizin qiyməti 2 çıxdı. N'imizin qiyməti isə aparıb yerinə yazsaq qiyməti mənfi 2 vurulsun x'in yerinə 2'nin kvadratı üstəgələk 8 vuraq 2 çıxaq 9. Mənfi 2 vurulsun 4, üzərinə gəlinsin 16 çıxaq 9. 8 üstəgələk 16 çıxaq 9'dan 24 çıxaq 9, yəni 15 edəcək. N'imizin də qiyməti 15 elədi. Bunu da qeyd elədim. Qrafikin yerləşdiyi rübləri tapaq. Hər iki funksiyanı burada yazdım ki, ətrafı da təmizlədik ki, rahat olsun. Funksiyamızın yerləşdiyi rübləri tapmaq çox önəmlidir. Burada 2 dənə sual düşür, ən önəmli şey. Düşə bilər. Biri var təpə nöqtəsinin yerləşdiyi rüb. Bir də var funksiyanın özünün yerləşdiyi rüb. Bunlar ayrı-ayrı şeylərdir. Eyni şeydir, amma biraz ayrıncılığı var. Nətər yəni? Qrafikin yerləşdiyi rübümü soruşur. Gəl bir dənə təpə nöqtəsini tapaq. Təpə nöqtəsini onsuz da tapmışıq da burada. Mənfi 1'ə 5 nöqtəsi. Koordinat oxunu çəkirsən. Mənfi 1'i də qeyd etsən, 5'i də qeyd etsən. Mənfi 1, bir də 5. Təpə nöqtəm ikinci rübdə yerləşdi. Bura birinci rübdür, bura ikinci rüb. Amma mənə təpə nöqtəsini yox, funksiyanın özünün yerləşdiyi rüb soruşulur. Kvadratın qarşısı müsbət olduğu üçün parabolanın qolları yuxarı olacaq. Bu nöqtədən qollar yuxarı çəkdiyin zaman artıq mənim funksiyam birinci rübədə keçid elədi, ikinci rübədə. Ona görə rüblərim 1 və 2 yazılmalıdır. Digərinə baxaq. Təpə nöqtəsini nə tapmışıq? 2'yə 15 tapmışıq, düzdürmü? Koordinat oxunu çəksən. Bir dəqiqə. Koordinat oxunu çəkdin. 2'ni də qeyd elə, 15'i də qeyd edirsən. Qaraladın. Bu neçənci rübdür? Bu birinci rübdür. Təpə nöqtəsi birinci rübdədir. Amma qollar aşağı olacaq çünki mənfidir deyə. İndi bu qolları sən buradan belə də seçə bilərsən aşağı. İstəsən belə də aşağı seçə bilərsən. İndi bunu tam dəqiq necə çəkim ki, görün bu biri rüblərdən keçir ya keçmir. Bunu da tapmaq üçün belə eləyək. X'ə 0 verək. Niyə X'ə 0 verirəm? İndi görəsən. X'ə 0 verəndə bu gedəcək. Bu da gedəcək, mənfi 9 çıxacaq. Bunun anlamı nədir? Y-i kəsən yeri tapdım mən. Bax, X'ə 0 verərək, Y-i kəsən yeri tapdım. Çünki Y-i kəsən yerdə X'in qiyməti 0 olur. Demək ki, Y-in qiyməti mənfi 9'dur. Funksiyan buradan keçməlidir. Əlbəttə ki, bu belə gəl, belə keçəsə halı yoxdur. Demək ki, funksiyan belə keçməlidir. Düzdür? Bir də səliqəli çəkim. İndi mənfi 9'un biraz belə olduğunu varsa, gəlib belə keçəcək. Düzdürmü? İndi bura neçənci rüb oldu? Birinci rüb, üçüncü rüb, bir də dördüncü rüblərdən keçir. Funksiyan birinci rübdə, üçüncü rübdə, bir də dördüncü rübdə yerləşir. 15 nömrəli suala baxaq. Funksiyalardan hansı nə tək, nə də cüt funksiyadır? Nə tək, nə cüt funksiya ona deyirlər ki, hələ o təki cüzü deyək, tək ona deyirlər ki, biz X'ə tutalım ki, müsbət bir qiyməti vermişik, Y-in qiyməti də 6 çıxıb tutalım ki. Sonra X'ə mənfi 1 verirəm, Y-in qiyməti mənfi 6 çıxır. Bax, bu təkin xasiyyətidir.
X-ə əgər 1 vermişəm, tutalım ki 6 çıxıb. X-ə yenə -1 verirəm, yenə cavab 6 çıxır. Bu cütün xasiyyətidir. Müsbətə müsbət, mənfiyə yenə müsbət. Amma tək neyinir? Müsbət versəm müsbət cavab alır, mənfi versəm mənfi cavab alır. Yaxşı, amma eyni şeyləri alır da. Bir də var ki, belə bir şey. X-ə 1 versən, məsələn 6 alır. X-ə -1 versən 8 alır. Belə baxanda müsbət alır, amma bambaşqa şey alıb, dəxilsiz şey alıb. -10 alıb, 4 alıb, nə bilim, başqa bir şey alıb. Uyğunsuzluq olanlara bunlara deyirlər nə tək, nə cüt funksiya. Aydın oldu. İndicə görək bunlar hansı biz deyənə uyğundur? Bizim dediyimiz o nə tək, nə cüt hansına uyğun olacaq? A variantına baxsaq, X-ə 2 qiymətini versək, Y2 çıxır. X-ə -1 qiyməti versək, -2 qiymətini versək, Y yenə -2 çıxır. Bu tək funksiyaya aiddir. Amma bir dənə gəlin baxaq. Sual nömrəsi burada texniki bir sualda səhvliyə yol verilibdir. Yəqin ki, çapda səhvə yol verilibdir. Burada cavab D variantı olmalıdır. Amma niyə D variantı? Topuldan olan bir nümunəyə bənzəyir bu sual. Variant belə olmalıydı. 2 minus 1'in kvadrat şəklində. Bu cür olsaydı üstə gələk nə bilim 5 şəklində. Bu cür olsa nə tək nə cütdür. Niyə? Şagird X-in yerinə hətta belə bir şey olsun. Elə bunun özü belə olsa, yenə nə tək nə cütdür. Niyə? X-in yerinə şagird 3 qoysa, 3-dən 1 çıxanda 2 kvadrat nə edəcək? Məsələn, kök altında 4. X-in yerinə -3 qoysa, -3-dən 1 çıxanda -4. Kvadratı 16 eləyəcək. Bax, 3 versən, başqa şey alsan, -3 versən, bambaşqa şey alsan. Bu nə tək nə cütdür. Amma bunu götürmürəm ha. İndi kitabdakı olan topulda buna bənzər sual var. Ona uyğun olaraq variant götürmüşük. Hal-hazırda nə tək nə cüt funksiyaya aid burada nümunə yoxdur. Təəssüflər olsun ki. O da deyirəm, çapdan yaranan bir səhvdir ki, bu sualı yazan şəxs yəqin mexaniki səhvə yol veribdir. Bu da olan bir şeydir. Bu şəkildə olmalıydı sualımız. Gəlin baxaq 16 nömrəli suala. Fx funksiyası bütün ədəd oxunda təyin olunmuş əsas dövrü 9-a bərabər olan tək funksiyadır. Bu ifadənin qiymətini hesablamaq bizdən soruşur. Dövrün 9 olmaq bilsiz nə deməkdir? Hər 9 perioddan bir cavab eyni alınır. Məsələn, F2-nin cavabı 10-dursa, dövr 9-dursa, 2-nin üzərinə 9 gəlsəm 11 edər, düzdürmü? F11-in də cavabı 10-dur. Bunun üzərinə bir də 9 gəlsək, F20'nin də cavabı 10'dur. Bax, dövrün anlamı bu deməkdir. Bizə dövrü 9 veribdir. İndi bax, bu F -5'dir, düzdürmü? F -5. Mən bunun üzərinə 9 gəlsəm, F -5'in aldığı cavab, bunun üzərinə 9 gəlsəm, F4'ün aldığı cavabla eyni şeydir. Buradan anlayıram ki, F -5 F4'dən eynidir. Bu 18'ə baxaq. Bu çıxanda da alınır. F18 demək, mən 9 çıxsam dövrü, qalacaq F9. Bir də 9 çıxsam, qalacaq F0. F18 demək, F0 demək eyni şeydir. Bunu tez tapaq deyə, hər zaman böyük ədədləri bölürlər dövrə, 18'i bölürlər dövrə, dövrün sayına bölürlər. Qalıq qalır 0. Bunun yerinə qalığı yazsan, F0 ilə eyni şeydir. Tamam, indi bunu bildik, indi nə qayıracam? Bax, yenə də deyirəm, mötərizənin içərisində duran ədədi dövrə bölürsən, qalığı bunun yerinə yazırsan. 18 9'a tam bölündüyü üçün yerinə 0 yazdım. Oldu 2 dənə F4. 2 dənə F4. Çıxılsın. F0 qalığı yazdım yerinə. Bölünsün. F -5'in cavabı F4 deməkdir. F -5'in yerinə F4. Üstə gələk 8 yazaq. F0'ın cavabı 0 edər. Bütün ədəd oxunda təyin olunmuş sözünü görsən, bil ki, F0'ın cavabı 0'dır. F4'lər getdi. 2 ilə 8'in cəmi 10 düzgün cavabımız olacaq. Gəlin baxaq 17 nömrəli suala. K parametrin hansı qiymətində funksiyanın qrafiki absis oxuna toxunar? Absis oxuna toxunar görərsənsə, diskriminant 0'a bərabər olmalıdır. Çünki funksiyan absis oxuna toxunarsa, onu bir nöqtədə kəsir deməkdir. Bir kökünün olması diskriminantın 0'a bərabər olmağı anlamına gəlir.
Diskriminantın düsturunu tətbiq eləsək, b kvadratı, yəni 2 vurulsun k minus 1-in kvadratı. Çıxaq 4ac 4. A'mız 2k minus 5. C'miz 3 bərabər olmalıdır 0-a. Bunu kvadrata yüksəlsək 4. 4k'nın kvadratı çıxaq. Birinci ilə ikincinin hasilinin 2 misli 8k. Üzərinə gəlinsin 4 çıxaq. 8k üstə gələk 20. Üzrü sayım. Bunu bir dəfə bunu vurmalıyam. 4 dəfə 3 12. 24k üstə gələk 60 bərabər 0-a. Oldu 4k'nın kvadratı minus 32k üstə gələk 64 bərabər 0-a. Hər tərəfi 4-ə bölsək, k kvadratı çıxılsın 8k, üzərinə gəlinsin 16 bərabərdir 0-a. Bu da k minus 4-ün mötərizə kvadratıdır. Buradan k'nın qiyməti 4 edər. K'nın hansı qiymətində cavab 4 olacaq. Gəlin baxaq 18 nömrəli suala. Funksiyanın təyin oblasını soruşur. Kökün altındakı ifadəni götürüb 0-dan böyük eləyəcəm. Əslində kök altı ifadə 0 ola bilər. Məxrəcdə olduğuna görə 0 olmur. 9 minus x kvadratı böyükdür 0-dan. Bunu müxtəsər kimi vurğulara ayırsaq, 3 çıxaq 2. 3 üzərinə gəlinsin x böyükdür 0-dan. Düzdür. Köklərimiz burada neçə edəcək? 3 ilə mənfi 3 edər. Ədəd oxunu çəkdik. Mənfi 3-ü də qeyd elədik, 3-ü də qeyd elədik. İşarə təyin eləməliyik. X-in qarşısı mənfi, X-in qarşısı müsbət. Ona görə mənfini müsbətə vuranda mənfi edər. Ən sağa mənfi yazırsan, sonra müsbət, sonra mənfi. Bizə 0-dan böyük, yəni müsbət aralıqlar lazım olduğuna görə cavabımız mənfi 3 ilə 3 arası olacaq, yəni B variantı. 19 nömrəli suala baxaq. Hansı nöqtə bu funksiyanın qrafiki üzərindədir deyir. Nöqtələri yerinə yazıb hansının x-in yerinə yazdığımız zaman y-in cavabını ödədiyini görsəz, bilin ki, cavabımız odur. Məsələn, şifahi olaraq göz ucu baxsaq, y variantı ola bilməz. X-in yerinə 4 yazsaq, 8-in üstünə 1, 9 eləyir, amma bu 12 verib olmaz. Mənfi 5 yazsaq, mənfi 10 üzərinə 1, mənfi 9 edir, bu da olmaz. Sonra D variantı deyəsən olur. 23 yazsaq yerinə 2 dəfə 23-ün 46 üstünə 1 gələndə 47 edəcək. Bəli, tamamilə düzdür. Düzgün cavabımız D variantı. 20 nömrəli suala baxaq. Argumentin hansı qiymətində y-in qiyməti mənfi 2 olar deyir. Y-in qiyməti mənfi 2-yə bərabərdirsə, mənfi 2 bərabərdir. 2x çıxılsın, 4 bölək 3 yazıram. Bizə hansı argument deyir? Yəni x-i axtarırıq. X bərabər sual. Çapraz şəkildə vursaq, mənfi 6 bərabər 2x çıxaq 4-ə. 2x bərabərdir. Mənfi 4-ü sola göndərəndə mənfi 2-yə. X-imiz də buradan mənfi 1 edəcək. Düzgün cavabımız mənfi 1 qiymətidir. Gəlin baxaq 21 nömrəli suala. M-in hansı ən kiçik tam qiymətində funksiyanın təpə nöqtəsi 3-cü rübdə yerləşər? Funksiyanın təpə nöqtəsinin 3-cü rübdə yerləşməsi üçün gəlin bir dənə koordinat oxu çəkək. Bunu əzbərləyəsə halımız yoxdur. Təpə nöqtəmiz burada olsun. İstir funksiyamız belə geçsin. İstir buradan aşağı əyilsin. Təpə nöqtəm 3-cü rübdədirsə, demək bizim m-imiz buradadır, n-imiz də buradır. Sol tərəfdə olduğu üçün m-imiz də mənfi, aşağıda olduğu üçün n-imiz də mənfi olmalıdır. Demək bizim m-imiz mənfi, n-imiz də mənfi olmalıdır. Bu m təpə nöqtəsi daha m-lə n. Yəni buradakı m-lə bunu qatmayaq, yaxşı? Hər ikisi də mənfi olmalıdır. İlk öncə belə yazsaq olarmı? Bu m-in düsturu nətər tapılır? M bərabərdir mənfi b böl 2a. Bu cavab 0-dan kiçik olmalıdır. B-nin yerində m çıxaq 6 dayanıb. Mənfi m çıxaq 6 bölək 2 kiçikdir 0-dan. Bu bərabərsizliyi həll edək. Hər tərəfi mənfiyə vursaq işarə dəyişər. M çıxaq 6 bölək 2 böyükdür 0-dan. Kəsirin məxrəci müsbətdir. Cavab da müsbət olmaq üçün çalışır. Ona görə surət də müsbət olmalıdır. M çıxaq 6 müsbət olmalıdır. M böyük olmalıdır 6-dan. İndi gəl digərinə fikir verək. N-imiz də mənfi olmalıdır. N-imizin düsturu nədir? Mənfi d bölək 4a. Bu da 0-dan kiçik olmalıdır. Ona görə biz diskriminantı ilk öncə tapmalıyıq.
Diskriminant b kvadratı çıxaq 4ac. B'miz budur. M çıxaq 6'nın kvadratı. Çıxaq 4ac 4. A'mız 1'dir, C'miz 16. Kiçik olmalıdır 0'dan. Daha doğrusu diskriminantı tapıram. Yine 0'dan kiçik. Diskriminantı tapıb yerini yazmalıyam. 4 dəfə 16 64 edər. Gəl bunu vurgulara ayıraq. Olacaq belə. M kvadratı, M çıxaq 6 çıxaq 8, 64 8'in kvadratıdır. Bir dəfə də M çıxaq 6 üstəgilək 8 kimi vurgulara ayırıram. Oldu M çıxaq 14, M üstəgilək 2. Yaxşı. Diskriminantı tapdıq. Aparıb bu funksiyamda yerinə yazsam M bərabərdir. Mənfi. Diskriminantı yazıram M çıxaq 14. M üstəgilək 2 bölək 4A. A'mız zaten 1 olduğu için yazılmır. Bu sıfırdan kiçik olmalıdır. Hər tərəfi mənfiyə vursaq işarəni dəyişsək. İndi gəl bərabərsizlik həll edək. Hər bir vurğu sıfıra bərabər edən köklər tapılmalıdır. M bərabərdir mənfi 12'yə, M də bərabər 14'ə. Ədəd oxunda mənfi 12'ni də qeyd edirəm, 14'ü də. M'in qarşılarına baxıram. Müsbət olduğu üçün müsbət, mənfi, müsbət. Bizə müsbət aralıq lazım olduğundan 14'dən böyük, mənfi sonsuzluqdan mənfi 12'ye kimi olmalıdır. Bayaqki bərabərsizliyimiz deyirdi ki, 6'dan böyükləri götür. 6 da buralarda bir yerdədir. Kəsişmə hara düşdü? Kəsişmə hər ikisi üçün ödəyən 14'dən müsbət sonsuzluğa doğru olur. Bizim üçün də M'in ən kiçik tam qiyməti soruşulduğundan 14'dən müsbət sonsuzluğun içində ən kiçik cavab 15 olacaq. Bu buraxılışa düşüb deyilir 2021'də. Amma çox da inandırıcı biraz gəlmir açıqcası. Demin özü veribsə ayrı məsələ. Amma biraz uzun çəkir misalın həlli. Gəlin baxaq 22 nömrəli sual. Deyir ki, funksiyanın qrafiki apsis oxunu hansı nöqtədə kəsir? X'i kəsən yerdə y-in cavabı 0 olmalıdır. 0 bərabərdir 8x çıxaq 7'yə. 7'ni sola göndərsək 7 bərabərdir 8x-ə. X'in cavabı 7 bölək 8 olacaq. X'in yerinə 7 bölək 8, y-in cavabı 0, düzgün cavab C bəndi. 23 nömrəli suala baxaq. Funksiyanın qrafiki apsis oxunu mənfi 3 ordinat oxunu 9 nöqtəsində kəsir. Apsis oxunu bu nöqtədə kəsər. Demək ki, x-ə mənfi 3 verəndə y-in cavabı 0 olurmuş. Düzdürmü? X-i burada kəsirsə. X'in yerinə mənfi 3 qoyub cavabı 0 edək. Olacaq 0 bərabərdir. Mənfi 3'ün kvadratı 2 vurulsun. Mənfi 3'ün kvadratı üstə gələk. 3p vurulsun mənfi 3 üstə gələk 2. 3'ün kvadratı 9, 2'ye dəydi 18. 18. Çıxaq 9p üstə gələk 2. Sola göndərsəm 9p çıxaq 2 bərabər 18'ə. Bunu yazdım. Bunu daha silək, ehtiyac yoxdur. İndi ordinat oxunu da 9 nöqtəsində kəsir. Y-i kəsən yerdə, ordinat oxunu kəsən yerdə x-in cavabı 0 olur. Mən x-ə 0 versəm, cavab 2 çıxır. Yəni y-in cavabı 9 çıxır. Demək, Q-müzün qiyməti 9'dur. Çünki x-ə 0 verəndə Q çıxır. Bu da deyir x-ə 0 verəndə 9 çıxar. Demək Q 9'dur. Q-nün qiymətini 9 tapdıq. Q-nün yerinə 9 yazsam, 9p çıxaq 9 bərabər 18'ə. 9p bərabərdir 27'yə, p də bərabər 3'ə. P-nin cavabı 3 var, 3 çıxaq. Q-nün cavabı 9 var, yaz. Cavab mənfi 6 olacaq. 24 nömrəli suala baxaq. Funksiyanın təpə nöqtəsinin koordinatlarının cəmini bizdən soruşur. Təpə nöqtəsinin koordinatlar cəmini tapmadan qabaq təpə nöqtəsini tapaq hələ. M bərabərdir mənfi b bölək 2a. Mənfi 4'ü 2, a'mızın qiyməti mənfi 2 yazıram. 1 elədi. M'imiz 1 elədi. N'ini necə taparam? 1'i yerinə yazmaqla. Mənfi 2 vurulsun 1'in kvadratı 1. Üstə gələk 4 vuraq 1 üstə gələk 9. Mənfi 2 üzərinə gələk 4 üstə gələk 9. Bu da neçə eləyəcək? 13 bu edəcək. 2 çıxanda 11. 11 m'imizdir. N-ımız. M-dakı 1 elədi. Təpə nöqtəsinin koordinatlarımız 11 ilə 1. Bunların cəmi soruşulurdu. 12 olacaq A variantı.
25 nömrəli suala baxaq. Deməli, KX plus B düz xətti filan nöqtələrdən keçdiyi məlumdursa, K və B-nin işarələrini müəyyən edin deyə bizdən sualda soruşulur. Bayaq da bundan əvvəl dedim, K-nın tapılması üçün belə bir qəşəng düsturumuz var. Y2 çıxaq Y1 bölünsün X2 çıxaq X1. İkinci funksiyanın Y-dən -1-dən çıxıram birinci funksiyanın Y-ni. Bölürəm. İkincisinin X-dən çıxıram birincisinin X-ni. Bu da elədir -3 bölək 7. K-nın qiymətini tapdıq. K bərabərdir -3 bölək 7. K-mızın işarəsi mənfi oldu. Və B-ni necə tapacağım? K-nı yerinə yazsam, Y bərabərdir. K-nın yerinə -3 bölək 7 yazıram. Üstəgələk B yazdım. 0 verəndə 2 çıxmalıdır. Gəl X-ə 0 verək. Cavab 2 çıxmalıdır. B buradan nə edər? 2 edər. B-nin qiyməti 2 olduğundan, 2 müsbət ədəd olduğundan B 0-dan böyükdür. K 0-dan kiçikdir. 25 nömrəli sualda. Gəlin baxaq 26 nömrəli suala. Bizə bu funksiyanı veribdir. K ilə B-nin cəmini soruşur. Yadda saxlayın, Y oxunu kəsən yerdə biz B deyirik. B-nin qiyməti 5-dir. K-nı tapmağında gəl sənə qısa yolunu öyrədim. K-nın düsturu mənfi Y bölək X-dir. Y-in qiyməti nə qədərdir? 5. X-in qiyməti nədir? -5. Düsturumuzda da bir dənə mənfi var idi. Müsbət 1. K-mızın qiyməti də 1 elədi. K ilə B-nin cəmini soruşurdu. Cavabımız 6 olacaq E variantında. Yox, ikinci yolla yazan şagird belə yazır. Deyir, Y-i kəsən yer B-dir. B-ni tapır 5. K-nı belə tapır. Y bərabər KX plus B deyil. B-nin yerinə 5 yazılır. Deyir, X-ə -5 verəndə X-i kəsən yerdə Y-in cavabı 0 olar. Deyir, 0 bərabər X-ə -5 verəndə -5 X üstəgələk 5. Buradan 5X bərabərdir 5. 5K bərabərdir 5. Bunlar K-dır. K da elədi 1. K-nı belə də 1 tapır. Ya da şagird dediyim kimi Y bərabər K bərabərdir mənfi Y bölək X düsturundan da istifadə eləyə bilər. Gəlin baxaq 27 nömrəli suala. Uyğunluqdur. Uyğunluğu müəyyənləşdirmək lazımdır. Birinci sualımızda deyir ki, Y bərabərdir X kvadratı çıxaq 4X toplam 10. Qrafik absis oxundan yuxarıda yerləşər. İlk öncə burada variantlarda 2 nöqtədə kəsər, toxunar kimi suallar olduğundan gəlin başlayaq diskriminantını yoxlamağa. Diskriminant nəyə bərabərdir? 4-ün kvadratı 16 çıxaq 4AC. 4 dəfə 10-un 40 edər. Diskriminantımızın cavabı mənfi elədir. Demək ki, bu absis oxunu kəsmir ümumiyyətcə. Diskriminantımız 0-dan kiçik olduğu üçün X oxunu kəsməyəcək. X oxunu kəsməyən parabolanı ancaq belə çəkərsən, belə çəkərsən, belə çəkərsən. Kvadratın qarşısı müsbət olduğundan qollar yuxarı doğru olacaq. Ona görə də bu aşağı keçsə kəsəcək, kəsməməlidir. Ona görə gəlir yuxarı qalxır. Bu da nə göstərir? Funksiyam absis oxundan yuxarıda yerləşir. Həqiqətən oxun üstündə yerləşir. Qrafik absis oxundan yuxarıda yerləşər. Bəli, 1-ə A variantı. İkincisinə baxaq. Diskriminantını tez yoxlasaq. Diskriminant bərabər 3-ün kvadratı 9. Çıxaq 4AC 4. A-mız -1. C-miz -14. Bu dedir 9 çıxaq. 4 vuraq 14. Bu nə qədər eləyəcək? 4 dəfə 4-üm. Deməli 16. Bu da 56. Diskriminantımız mənfi elədi. Tamam. Diskriminantımız mənfi elədirsə, X oxunu kəsməyəcək bu da. Bu diskriminantdan mənfi elədiyindən, bu diskriminantdan mənfi elədiyindən. Qrafikimiz yenə belədir. X oxunu kəsməyəcək halda. Ya belə mi gedir, ya belə mi gedir? İndicə görək nətərdir bu? Qarşısı mənfi olduğu üçün qollar aşağıdır. Qollar aşağı olduğundan X oxunda kəsməyəcəyindən ya belədir, ya da belədir. Bax, diskriminant 0-dan kiçik olmaq qolları kəsməməyinə, qolların X oxunu kəsməməyinə görə qalır belə. Kəsmir, çünki diskriminant 0-dan kiçikdir. Kəssə köküm olar.
Qarşısı da mənfi olduğu üçün aşağıya çəkdim. İndi bu nə deməkdir? Qrafik apsis oxundan aşağıda yerləşir. Bəli, 2-yə uyğun gəldi. B variantı. Üçüncüsünə baxsaq, diskriminantını yoxlasaq 5-in kvadratı 25, çıxaq 4AC 4, A'mız 1, C'miz -12. 25 üstəgələ 48, diskriminantımız 0-dan böyük elədi. Ona görə qrafik apsis oxunu 2 nöqtədə kəsişəcək. 3-ə uyğun gəldi. D variantı. 28 nömrəli suala baxaq. Bərabərsizliyin həllər çoxluğu -2 ilə 4 aralığı olarsa, kimsə bizim əvəzdən bu bərabərsizliyi həll edib və aralığı bu şəkildə alıb. Bərabərsizlik həll edən zaman köklər tapılmalıdır. Köklər ədəd oxunda qeyd olunmalıdır. Ədəd oxunda köklər qeyd olunub, ortaya belə bir nəticə çıxıbdır. Demək bizim bir kökümüz -2-dir. Digər kökümüz 4-dür. O zaman köklərimiz bunlardırsa, köklər hasilimiz gördüyümüz kvadrat tənlikdən bilirik ki, C-dir. Köklər cəmimiz 4 ilə -2-nin cəmi nə qədər edər? 2 eləyəcək. Köklər cəmimizdə bura eləməlidir, düzdürmü? Köklər hasilimiz, gəl bunları bir-birinə vuraq. 4 ilə -2-ni bir-birinə vuranda C-nin qiyməti -8 olar. Bunları toplasaq 6 edəcək. Köklər cəmimiz ortada duranın əksi eləməli idi. Yəni x1 ilə x2-nin cəmi -b eləməlidir. 4 ilə -2-ni toplayanda 2 edir. Bu -b'dir. B buradan -2 edəcək. B-ni -2 tapdıq. Yaz yerinə. Oldu x-in kvadratı. Çıx 2x. C-nin yerinə -8 kiçikdir 0-dan. Demək ki, bizim tənliyimiz bu şəkildədir. Bizə deyir y bərabərdir bx kvadratı toplam c. Hə, indi bunu yazmağı bizdən xahiş edir. Gəl yazaq. Eyni şeyi köçürürük. Bu parabolanın təpə nöqtəsinin koordinatlarını istəyir. Təpə nöqtəsinin koordinatları m və n-dir. M köklər cəminin yarısıdır. Yəni -b bölü 2a düsturundan hesablanır. Yerinə yazsaq 2 bölək 2-dən 1 edər. N isə 1-i aparıb yerinə yazmaq ilə tapılır. 1-in kvadratı 1 çıxaq 2 çıxaq 8. Bu da edir -1 çıxaq 8-dən -9. M-in də qiyməti var, N-in də qiyməti var. 1-ə -9 təpə nöqtələrimiz olacaq. 29 nömrəli suala baxaq. Funksiyanın təyin oblastını soruşur. Təyin oblastı x-dən ala biləcəyi qiymətlər anlamına gəlir. Kəsirli bir sualda təyin oblastı soruşularsa, o dəqiqə məxrəcə baxın. Məxrəc 0 ola bilməz. 5x üzərinə gəlinsin 10 0 olmamalıdır. 5x 10-a, daha doğrusu -10-a bərabər ola bilməz. İkisi də -2-yə bərabər ola bilməz. Ona görə təyin oblastımız mənfi sonsuzluqdan -2-yə, -2-dən müsbət sonsuzluğa olar. Hər şey olar, amma bir dənə bu olmaz. Cavabımız ya variantlarda belə verirlər adətən, ya da variantlarda x fərqlidir -2 verirlər. Bu da düzdür. Belə variant versələr bu da düzdür. İkisi də eyni anda verə bilməzlər. Birini verərlər, sən də götürərsən. Gəlin baxaq 30 nömrəli suala. Qiymətlər çoxluğu soruşulan suallarda bayaq da dedim, n-i tapmalısan. N-in düsturu -d bölək 4a-dır. Diskriminant tapılmalıdır. B-nin kvadratı, yəni 16 çıxaq 4ac 4, A-mız 1, C-miz 5. 16 çıxılsın 20, bu da edəcək -4. Diskriminantı -4 tapdıq. Yazıram yerinə. Mənfi vurulsun -4 bölək 4a. A-mız da 1-dir, yazılmır. N-imiz 1 elədi. Bu tapdığımız n ən kiçik qiymətdir. Əgər kvadratın qarşısı müsbətdirsə, bu tapdığım bir ən kiçik qiymətdir. Ən böyük qiymət də bilinmir. Müsbət sonsuzluq yazılmalıdır. Ən kiçik qiymət 1, ən böyük qiymət müsbət sonsuzluq. 31 nömrəli suala baxaq. X-in hansı ən kiçik tam qiymətlərindən başlayaraq funksiyanın qrafiki OX oxundan yuxarıda yerləşər. Nə qəşəng sualdır. 31 nömrəli sualda deyir ki, OX oxundan yuxarıda yerləşsin funksiyanın qrafiki. Bu funksiya xətti funksiyadır. Y bərabər kx plus b. Yəni belə bir şeydir, tutalım ki, arta gedir, düzdürmü? Özümdən çəkdim. Sən bunu dəqiq çəkməyə də bilərsən. Sadəcə niyə belə çəkdim? K-mız müsbət olduğu üçün artan olduğundan funksiyamız bu şəkildə gedir. Deyir, nə zamandan sonra
bu y oxunu, daha doğrusu x oxunu aşacaq. X oxundan yuxarıda yerləşəcək. X oxundan yuxarıda yerləşməsi nə zamandan sonradır? O zaman olacaq ki, mənim y-imin cavabları artıq müsbət cavablar alacaq. Əvvəl mənfi cavablar alırdı mənim y-im. Bu x oxunu açdığı zaman üstə keçdiyi üçün y-im müsbət cavablar alacaq. Y-imin müsbət cavab aldığı zamanlarda artıq mənim funksiyam o x oxundan yuxarıda yerləşəcək. Yəni y-im müsbət olsa olacaq. Yazıram 4x minus 17 böyük olmalıdır 0-dan. 4x böyük olmalıdır 17-dən. X də böyük olmalıdır 4 tam neçədən. 4 tam onda neçədən böyük ən kiçik x 5 olduğu zaman mənim artıq funksiyam o x oxundan yuxarıda yerləşəcək. X-ə 5 ver. 5 dəfə 4-üm 20. 17 də çıxanda 3 qalır. Oldu funksiyam belə bax. 5 qiymətində. Artıq cavabım 20 qiymət. 20-dən 17 çıxanda 3 cavabını alır. Artıq 5 qiymətində. İndi bunu özümdən çəkmişəm. Hardasa 3-ün belə olduğunu varsay. Belə bir şeydir də tutalım. Yenə də deyirəm, mən tam dəqiq bilmirəm. Şəkil formasını çəkməyə ehtiyacım yoxdur. 5-dən sonra artıq mənim funksiyam yuxarıda x oxundan yuxarıda yerləşəcək. Şəklin önəmi, forması, fasonu bu şəkildədir. Yenə də deyirəm, tam dəqiq çəkməyə ehtiyacın yoxdur. Anlamını bil ki, x oxundan yuxarıda funksiyamın bax, x oxunu kəsib keçməsi demək, y-imin cavablarının müsbət olacağı anlamına gəlir. Ona görə y-imi müsbət etdim. Gəl baxaq 32 nömrəli suala. Bizdən funksiyanın qrafikini verilibdir. A, B, C-nin qiymətləri soruşulur. Gəlin bunları tək-tək tapaq. Şagird bilməlidir ki, funksiyamda y oxunu kəsən yerə C deyirik. C-nin qiyməti -3-dür. Niyə C deyirik? Y oxunu kəsəndə x-in qiyməti 0 olur. X-ə 0 verdiyim zaman cavab C çıxır. C-nin qiyməti də -3-dür, düzdürmü? Bu yazıldı. Digər nə bilmək lazımdır? Kvadrat tənlikdə bir məhsulu tənliklər bölməsindən köklər hasilimizin C bölək A olduğunu, köklərimiz x oxunu kəsən yerlərdir. Bir kökümüz -3-dür, digər kökümüz 1-dir. Bunları bir-birinə vursaq -3 bərabərdir C bölək A-dan. C-nin yerinə -3, buradan A bərabər olacaq 1-ə. A-nın qiyməti 1-dir. Bunu da yazdıq. Gəldik B-ni tapmağa. B-ni necə tapacağım? Köklər cəmi -B bölək A-dır. Köklərin -3-dən 1-dir. Toplayanda -2 bərabərdir. -B bölək A. A-nı 1 tapdığıma görə buradan B-nin qiyməti də 2 olacaq. İlk öncə C-ni tapdım, sonra A-nı tapdım, sonra B-ni tapdım. Bunların cəmini soruşur məndən. 1 ilə 2-nin cəmi 3 edər, 3 ilə də -3, 0 edəcək. Gəlin baxaq 33 nömrəli suala. Mürəkkəb funksiyaya aid bir dənə sualdır. F G8-in qiyməti soruşulur. Bu tip suallarda şagird içərdən çölə həll eləməyi bacarmalıdır. İçərdən çölə həll edə gedəcək. İlk öncə G8-in cavabını bir yerdə tapaq. G8-i tapmaq üçün mənim verilən bu Gx funksiyam, mənə Gx verilib belə bir funksiyam. Buranın 8 olması lazımdır. Ki mən G8-i tapa biləm. 3x üstə gələk 2, 8 olarsa 3x 6 olacaq. X-in qiyməti 2 olacaq. Oldu G8 bərabərdir. X-in yerinə 2 yaz. Çünki x-in yerinə 2 yazanda bura 8 olur. 2 dəfə 3-üm 6, 6-ın üstünə 2 gələndə 8 olur və G8-i tapa bilirəm. X-in yerinə 2 yazanda 4 üstə gələk 5-dən 9 oldu. Demək G8-in cavabı 9-dur. G8-in yerinə 9 yazıram. İndi mənə F9 lazımdır. F9. Gəl görək F9-u necə tapırıq? X-in yerinə 9 yazsam, 9 dəfə 3-üm 27 çıxılsın 11-dən. Cavab 16 edəcək. Düzgün cavab D variantı. Gəlin baxaq 34 nömrəli suala.
2 təpəsi y bərabərdir mənfi x üzərinə gəlinsin 8, bir də y bərabər x çıxılsın 6 funksiyalarının qrafiklərinin kəsişmə nöqtələrində, digər 2 təpəsi bu funksiyaların təpə nöqtələrində yerləşən dördbucaqlının sahəsini bizdən soruşur. Şagird bu funksiyanın qrafiklərinin qurmağı bilməlidir. Funksiyanın qrafikləri necə qurulur? Bayaq bundan əvvəlki sualda dedim. Modulun içərisini sıfıra çevirən qiymət m-dir. M-imizin qiyməti 0, çöldə duran qiyməti n deyirik. N-imizin qiyməti 8-dir. Bunu koordinat oxunda qeyd eləsək, bax, bunu koordinat oxunda qeyd eləyək. M-imiz 0-dır. 0 qeyd elədim. 8-i də qeyd edirəm. 1, 2, 3, 4, 5, 6, 7, 8 tutalım ki, bura olsun. Modulun önündə mənfi olduğuna görə mənim parabolamın, yəni funksiyamın qolları aşağı olacaq. Amma beləmi aşağıdır, beləmi aşağıdır tam dəqiq tapmaq üçün bizə lazım olacaq şey, görək x oxunu harda kəsir. X oxunu kəsdiyi yerdə y 0 olmalıdır. Ona görə funksiyamızı 0-a bərabər edib tapaq. Mənfi x üzərinə gəlinsin 8 funksiyamızı 0-a bərabər edib x-i kəsən yeri tapmağa çalışacağım. Burada modul x bərabərdir sağa göndərsəm 8-ə. 2 ya buradan 8 edər, ya da mənfi 8 edər. Demək x-imiz 8 ya da mənfi 8-dir. Mənfi 8 ilə 8 nöqtəsindən keçəcəyini tapdım. Bunu yazdım. İndicə belirləyək. O birisinin də grafikini quraq eyni anda. O birisinin grafikini necə quracam? Modul x çıxılsın 6 veribdir. Modulun içərisini çevirən, sıfıra çevirən qiymətə m deyirəm. Çöldə duran ədədə də n deyirəm. M-i qeyd edirəm. M 0-dır. 0-ı qeyd elədik. N-imiz isə mənfi 6-dır. 1, 2, 3, 4, 5, 6. Bu da mənfi 6 olsun. Bu səfər təyin elədiyimiz nöqtədən qollar yuxarı çəkilməlidir. Niyə? Modulun qarşısı müsbət olduğundan qeyd elədiyim nöqtədən qolları yuxarı çəkəcəm. İndi bu gedib hardan keçəcək? O önəmlidir bizim üçün. Bunu da 0-a bərabər eləsək, y bərabər 0 yazsaq, yəni modul x çıxaq 6-nı 0-a bərabər eləsəm, modul x 6-ya bərabərdir. 2 siyah buradan 6'dır ya da mənfi 6'dır. 6 nöqtəsi bura 8 olsun. 7 bu da 6 olsun. 6 nöqtəsini qeyd elədim. Mənfi 7, mənfi 6. Mənfi 6 nöqtəsini qeyd elədim. Demək ki, mənim funksiyam tutalım ki, elə bir dəqiqə bunu silim, bir də çəkim. Bu da mənfi 6 olsun. Tutaq ki, funksiyam buradan keçir. Alındı fiqur, alındı. İndi bizə bu funksiyadan əmələ gələn bu fiqurun sahəsini soruşur. Bax, gör nə deyir bizə? Deyir ki, funksiyaların qrafiklərinin kəsişmə nöqtələrində, funksiyalarımızın qrafiklərinin kəsişmə nöqtələri buralardır. Kəsişmə nöqtələrində bura, bir də bura. Digər iki təpəsi isə, iki təpəsi burada olsun. 2 dənə təpə nöqtəsi burada olsun. Digər iki təpəsi isə bu funksiyaların təpə nöqtələrində. Bu funksiyaların təpə nöqtələri elə buralar idi. Bu funksiyaların təpə nöqtələrində yerləşən dördbucaqlının sahəsini soruşur. Bizə alınan bu dördbucaqlının sahəsini soruşur. Biz bu sahəni necə tapacaq? Gəl sənə belə bir şey deyim. Razısansa gəl bu üçbucağın sahəsini tapaq. Gördüyüm bu üçbucağın sahəsini tapaq. Sonra da digərinin sahəsini taparam. Üçbucağın sahəsi necə hesablanır? S bərabərdir tərəf, həmən tərəfə çəkilən hündürlüyün hasilinin yarısı. Mənim üçbucağım oturacağı uzunluq nəyə bərabərdir? 8 metr göyə qalxıb 6 metr aşağı düşüb. Bax, 8 metr buradır. Aşağıda nə qədər düşüb? 6 metr. Toplam bu uzunluq nə qədər edər? 14 metr. Ona görə oturacağım, buna bir A desəm, oturacağımın uzunluğu 14 olacaq. 14 vuraq H, bölək 2. H-ım nəyə bərabərdir? Hündürlüyüm buradan bura qədər olan məsafədir. Bax, üçbucağımın hündürlüyü buradan bura qədər olan məsafədir.
İndi bu məsafə nəyə bərabərdir? Mən bu məsafəni tapmaq üçün buradan bura olan məsafəni tapacağam. Ümumiyyətcə bu nöqtə iki funksiyanın kəsişmə nöqtəsidir. Kəsişmə nöqtəsini tapım ki, buradan bura olan uzunluğu tapa biləm. İki dənə funksiyamı bir-birinə bərabərləşdirib kəsişmə nöqtələrini tapacağam. Mənfi x üstə gələk 8-i bərabər edəcəm. Modul x çıxaq 6-ya. Mənfi 6-nı sola göndərsəm 14 bərabərdir 2 modul x-ə. 14 ilə 2 gedəcək 7 bərabər modul x-ə. 2 siyah 7-dir ya da mənfi 7. Kəsişmə nöqtələrimiz 7 oldu ya da mənfi 7. Demək bu nöqtə mənfi 7 nöqtəsidir. Bu. Demək buradan bura uzunluq 7 metrdir. Bizim bu haşımız 7 metr olduğundan haşın yerinə 7 yazacağım. 14 ilə 2 gedəcək 7. 7 dəfə 7 49. Mənim bu üçbucağımın sahəsi 49 ilədir. Bu birisi də eyni üçbucaq olduğundan bu da 49 edəcək. Ümumi sahəmiz 49, 49, 98 olacaq. Düzgün cavab E variantı. 35 nömrəli sual mürəkkəb funksiya sualıdır. İçsə 2 dənə funksiya verilibdir. İlk öncə biz içərdən çölə yaza gedək. Jx-in qiyməti, bax içərdə olan Jx-dir. Jx-in qiyməti nədir? Mx üstə gələk 6. Bax Jx bərabər Mx üstə gələk 6. Burada bizə f Jx verməyib. Bu Jx-in yerinə silirəm. Jx-in cavabını yazıram. Mx üstə gələk 6. Bunu yazdım. İndi bu biraz aşağı çəkəcəm. Diqqətlə bax. Fx-in cavabını verib 3x üstə gələk m. X-in yerində nə dayanır? Bu qədər ifadə görsən, düzdürmü? Bərabər 3 vurulsun. X-in yerində bu dayanıb. Ona görə harda x görürsən, normalda f7 tap desəm x-in yerinə 7 yazmazsan. İndi f mx üstə gəl 6 istəyirəm. X-in yerinə mx üstə gələk 6 yazıram. Üstə gələk m. Bu da nə oldu? 3mx üstə gələk 18 üstə gələk m. Bunu yazdım. İndi gəl bu f jx-in cavabı oldu ha. Bunu tapdım. Yaxşı. F jx-in cavabını tapdıq. Nəticə budur. Gəl indi digərini tapaq. Jx-in cavabı var, fx-in cavabı var. İndi bu bizdən j fx-i soruşur. İlk öncə içərdən çölə yaza gedək. Fx-in cavabını silirəm, tapmışam çünki əlimdə var. 3x üstə gələk m bərabərdir. Jx-in öz düsturunu yazıram. Mx üstə gələk 6. Burada j7 olsaydı x-in yerinə 7 yazmaq lazımdır demək deyildimi? İndi burada da 3x üstə gələk m verilib. Harda x görürsən, yerinə 3x üstə gələk m yaz. 3x üstə gələk m. Oldu 3m vurulsun. 3x üstə gələk m. Üstə gələk 6. Bunu atsaq 3mx üstə gələk m kvadratı üstə gələk 6. Bunu da tapdıq. Bu da j fx-in cavabıydı. İkisi də deyir bir-birinə bərabər olmalı. Gəl bərabərləşdirək. 3mx üstə gələk 18 üstə gələk m bərabərdir 3mx üstə gələk m kvadratı üstə gələk 6. 3mx-lər getdi. M kvadratı qaldı. M kvadratı. M-i sağa göndərsək çıxaq m. 6 burada dursun. 18-i yanına göndərsək çıxaq 12 bərabər 0-a. Köklər hasilimiz mənfi 12 toplayanda 1 eləyən ədədlər 4 ilə mənfi 3-dür. M parametrin hansı müsbət qiyməti soruşduğu üçün cavab A variantı. 36 nömrəli suala baxaq. f3x funksiyası verilibdir. Bizdən fx funksiyasını soruşur. Bu 3x-dir, düzdürmü? Bizdən fx-i soruşursa, buranın x olmağını istəyirəmsə neçəyə bölməliyəm? 3-ə bölməlisən. Amma x gördüyün yer 3-ə böl. F x bərabərdir. Sanki x-in yerinə x bölək 3 yazıram. F 3 x-in yerinə x böl 3 yazıram. 7 vuraq. 2 gördüyüm yerə x bölək 3 yazıram. Üstə gələk 2. Bunlar getdi oldu f2. 7 bölək 3-də 2 üstə gələk 2. Yəni 3-də 7 2 üstə gələk 2. Düzgün cavab C variantı. Bəzən uşaqlar götürüb
3'ə bölürəm deyəndə götürüb 2-ni də 3'ə bölürlər. Bu yanlış bir hərəkətdir. Yəni belə olmaz. Düzgün cavab bu formada olur. Yalnız x-in qiymətlərini bölməlisən. 37 nömrəli suala baxaq. Funksiyanın ən böyük qiymətini soruşur. Ən böyük qiymətin olması üçün məxrəci mümkün qədər ən az götürərəm. Modul ən az 0 alar. 0'ın üzərinə 4 gəlsəm 4 eləyər. 20'ni də 4'ə böləndə 5 edər. Düzgün cavab B variantı. Sonuncu sualımıza baxaq. X-in istənilən həqiqi qiymətində müsbət qiymət alar deyir. Bayaq da yazdım. A 0'dan böyük olmalıdır. Diskriminant 0'dan kiçik olmalıdır. A dediyimiz x kvadratının önüdür. Yəni m üzərinə gəlinsin 2 müsbət olmalıdır. M böyük olmalıdır mənfi 2'dən. Bunu yazdım. Diskriminantı da 0'dan kiçik eləməlisiniz. Diskriminantın düsturu nə idi? B kvadratı, yəni m üzərinə gəlinsin 2'nin kvadratı, çıxaq 4 AC 4. A'mız m üstə gələk 2 vurulsun. C'miz m çıxaq 2. Kiçik olmalıdır 0'dan. M'in kvadratı üzərinə gəlinsin 4m, üzərinə gəlinsin 4, çıxılsın 4m. Gəl bu 4'ü vurmayaq hələ ki. Çıxılsın 4 vurulsun. Bunun açılışı nədir? M kvadratı minus 4. İndi vurub açaq. M kvadratı toplam 4m, toplam 4 çıxaq 4m kvadratı üstə gələk 16 kiçikdir 0'dan. M kvadratından 4m kvadratını çıxanda mənfi 3m kvadratı üstə gələk 4m, üstə gələk 20 kiçikdir 0'dan. Hər tərəfi mənfiyə vursaq 3m kvadratı çıxılsın 4m çıxaq 20 böyükdür 0'dan. Bunu vurgulara ayırsam 3m'dən m kimi. 20'ni vurgulara ayırsam 4 ilə 5 kimi də vurgulara ayıraram. 5 ilə 4 kimi də, 2 ilə 10 kimi də. Necə yazım ki bu 4 alam? 2 ilə 10 yazaram. Buna da mənfi qiymətini verərəm. Niyə? Çapraz vurub toplayanda ortadakı alınsın. Mənfi 10m'in üzərinə 3 dəfə 2, 6m gələndə mənfi 4m ortadakı verir deyə bu şəkildə vurgulara ayırdım. Oldu vurgularım 3m çıxaq 10, m üstə gələk 2, böyük 0'dan. Köklərim buradan 10 bölək 3, m də mənfi 2 olacaq. Hər bir mötərizənin için 0'a çevirən kökü tapdım. Mənfi 2'ni də qeyd edirəm, 10 bölək 3'ü də qeyd edirəm. İşarə təyin eləməliyəm. M kvadratının qabağı müsbət olduğu üçün müsbət, mənfi müsbət. Bizə 0'dan böyük aralıqlar lazım olduğuna görə cavab mənfi sonsuzluqdan mənfi 2 birləşir 10 bölək 3'dən müsbət sonsuzluğa olur. Amma biz şərt vermişdik daha. M'imiz mənfi 2'dən böyük olmalıdır. M'imiz mənfi 2'dən böyük olmalı deyə onda bunu götürməyəcəm. Cavabımız 10 bölü 3'dən müsbət sonsuzluğa olmalıdır. Bizdə nəyə soruşur? X'in istənilən qiymətində müsbət qiymət alar. 10 bölü 3'dən müsbət sonsuzluğa. Yəni 3 tam 3'də 1'dən müsbət sonsuzluğa. Yəni mənim m'im böyük olmalıdır 3 tam 3'də 1'dən. Yəni hansı variant varsa o cür yazıram. Cavab A variantı. Beləliklə funksiyalar bölünməsi yekunlaşdı. Trigonometrik funksiyalarda görüşənədək. Hələlik.